Mavi gözünde ulduzlar yatar birce bakışla. Firuzu tanıyırdım 2012-ci il. Birinci dəfə ona telefonla danışmışdım. O da nömrə istəyirdim ondan. Jurnalistin nömrəsini istəyirdim. Belə elə, yəni o ildən bu yana həm Facebookda dostluğumda da vardı, belə də stadionlarda hər zaman görürdüm onu. 2017-ci ildə mənə etiraf elədi, ancaq mən 2016-cı ildə artıq sezməyə başlamışdım. Çünki mən belə məsələlərdə biraz belə diqqətli deyiləm, amma 2016-cı ildə oyunların birində, ölkə çempionatında fikir verirdim, mənə necə baxır filan. Amma yenə də düşünmürdüm, deyirdim ki, yox, ola bilməz də, bəlkə kimisə axtarır filan. Təsəvvür elə ki, oyun gedir, bütün jurnalistlər, ümumiyyətlə azarkeşlər hamısı bir istiqamətə baxırlar. Qarşı qapıya doğru hücuma keçib də komanda. Firuz dönüb mənə baxır. Təsəvvür, bir nəfər dönüb arxaya baxır. Yenə də dedim ki, yəqin kimisə axtarır. Bir neçə dəfə oldu elə. Sonra, nə bilim, oyunlarda getməyə, çay gətirməyə vardı. Bir dəfə elə olmuşdu. Amma 2017-ci ildə artıq mənə yazmağa başladı bir neçə dəfə. Gördüm, yox, nəsə fərqli yazır, başqa cür yazır. Belə elə çalışırdım ki, biraz açığı elə də xoşum gəlmirdi ondan, məsələn, ona etiraf edeyim. 4-5 saatdan bir cavab verdim ki, bezsin, amma gördüm, yox, yəni, bu daimi xarakter alır. Belə elə başladıq danışmağa, nə bilim, görüşdük filan və nəticə olaraq ailə qurduq. Baş verən hadisələrlə bağlı sonradan belə olmasaydı daha yaxşı olardı tipli düşüncələrdə olan adamlardan deyiləm. Məmməd Arazın yaxşı bir sözü vardı. Elə necə olmalıydı, elə də oldu. Mənim həyata baxışım bütün məsələlərə münasibətdə belədir. Baxımdan heç vaxt düşünməmişəm ki, bəlkə də tutaq ki, 10 il əvvəl ailə qursuydum, necə olardı. Mən də tez ailə qurmamışam, mən də 30 yaşımda ailə qurmuşam. Amma yəni, Firuzun da qeyd elədiyim kimi, məsələn, mən 5 il əvvəl, hətta 1 il əvvəl, 2 il əvvəl, 3 il əvvəl belə düşündüyümü 30 yaşında düşünmürdüm. 30 yaşında biraz fərqli, daha təcrübəli yanaşırsan hər bir şeyə. Ramiz Rövşənin də bir sözü var, 23 yaşında məni sevənlər 33 yaşında sevənməz, daha belə bir yanaşma da var. Hər yaşın özünün gətirdiyi üstünlüklər də var. Təbii, yaş keçdikcə insanlar nələrisə alır, amma bu da təbiidir, buna təbii baxmaq lazımdır. Adam var, saçı ağarır, ona kimsə əmi deyəndə pis təsir edir. Mənə çox rahat şəkildə baba da deyə bilərlər, mənim üçün heç bir problemi yoxdur bunun. Biz heç birimiz imkanlı bir ailənin övladı olmamışıq, hətta çox-çox kasıb bir ailənin övladı olmuşuq, o da, mən də. Yəni, bu çətinliklərlə böyümüşük. Üstəlik də, yəni, bundan əlavə, yəni, o da valideynlərini itirib, mən də. Mən daha, yəni, uşaq vaxtı, məsələn, anamı itirmişəm, mən də məktəbdə oxuyanda. Yəni, o da bu ağır acını hiss eləyib, hər iki tərəfdən, məndə də elə bir şey var. Biz daha çox evdə, yəni, oturan cütlük deyildi. Yəni, biz demək olar ki, evdə otururdu. Hətta bayramlarda biz evdə tapmaq mümkün deyildi. Sadəcə olaraq artıq uşaq olandan sonra, yəni, çox balaca olduğuna görə biz onu, yəni, evdə qoyub gedə bilməzdik. Nələrdənsə məhrum olmuşuq, yəni, uşaq olandan sonra, amma bu xoş bir məhrumiyyətdir. Çox istəyərdim ki, hər bir Azərbaycanlı ailəsində uşaq gözünü açanda evdə mütləq kitab görsün. Uşaq görsün ki, valideynləri mütaliə ilə məşğuldurlar. İstər-istəməz o maraq yaranacaq. Çünki mən özüm ağlım kəsəndən bizim evdə məndən böyüklərin kitab oxuduğunu görmüşəm, evdə kitabxana olub. Övladımızla bağlı olan heç bir şəkli, videonu yerləşdirmişəm. Bir video da... Onu da üzü görünmürdü. Sadəcə şərh edirdi onu, şərh eləməyə cəhd edirdi oyuna. Gün ərzində onsuz da futbolun içində oluruq. Biz səhərdən axşama qədər futbol məsələləri, futbol problemləri, futbol müzakirələri. Gəlirsən evdə də həmin şeylər davam edir. Artıq istəyirsən biraz o mühitdən uzaqlaşasan, amma yenə həmin mühitin içində olursan. Məsələn, bizim evdə demək olar ki, televizorda başqa şey göstərmir. Ancaq futbol kanallarıdır. Və bizim ev həqiqətdə qonaq gələnlər də hamısı deyir ki, bu evdə futboldan başqa heç nəyə baxmırlar. Futbolla bağlı biz hətta artıq çox mübahisə edirik. Hətta olur, yəni mən o çox emosional insandır. Məsələn, tez özümdən çıxanda mən də tez küsənəm.
Yəni bir söz deməyə kifayətdir ki, mən küsürüm və olur ki, yəni danışdırmıram, yəni futbol məsələlərinə görə küsürük və danışmırıq. Bir tərəfdən rahatlığı da var ki, futbolla bağlı istəyəndə əgər polemika aparmaq istəyirsən, rahat apara bilərsən. Kifayət qədər də çox mübahisəmiz olur futbola görə, onu da deyim və zövqlərimiz də müxtəlifdir. Çünki Almaniya futbolunun azarkeşidir, mənim ümumiyyətlə Almaniya futbolunu görən gözüm yoxdur. O Bayern Münxenin azarkeşidir, mənim Bayern Münxenin gözümün düşmənidir və bütün bu məqamlar təbii ki, heç də az olmayan mübahisələrə gətirib çıxarır. Ümumiyyətlə, özü həmişə deyir ki, mən light erkək deyiləm. Yəni evə gəlib bütün ev işlərinə mən məşğul oluram, amma məncə yəni Firuz hər halda ev işlərinə məşğul olası deyil. Çünki həm özünün dediyi kimi, həm də ikinci bir məsələ var ki, evə çox, yəni elə vaxta gəlir ki, artıq yəni yeməyimizi yeyib, biraz uşaqla məşğul oluruq, artıq uşağı yatırmaq vaxtı, ona görə yəni vaxtımız da çox məhduddur, çox azdır. Mənim bir zarafatım var, mən tez-tez deyirəm ki, mən əslində ev adamı deyiləm, mən çöl adamıyam. Ev işləri ilə ümumiyyətlə məşğul olan deyiləm, əlimi ağdan qarıya vuran deyiləm. Bizim evimiz həyət evidir, hətta həyətdəki işlərlə belə məşğul olan deyiləm. Ailəmizin yaxınları, tutaq ki, bacımın yoldaşı görsün, həyətdə nəyisə qaydaya salmaq lazım olanda gəlir edir, amma onu da deyim ki, əlimdən gəlir. Məsələn, indi yaşadığımız evin bundan əvvəlki döşəməsini mən tək vurmuşdum evdə. Yəni, çəkiz də işlədə bilirəm, mismar da, mişar da, amma tənbələm eləyən deyiləm. Yeri gəlmişkən Mahir Əmrəli qış fasiləsindən sonra artıq ikinci dəfə fərqlənmə imkanı var idi. Bu arada epizodun təkrarına bax. Top ayağına oturmadı desək bəlkə daha doğru olar. Elədi. 2015-ci ildən 2017-ci ilə kimi, 2017-ci il daxil olmaqla şərh eləmişəm. Elə əsas komandaların, kişilərdən belə əsas komandaların oyunda olmuşam ölkə çempionatımızda, amma üçüncü şərhçi kimi, köməkçi şərhçi kimi və qızlardan ibarət milli komandanın oyunlarında əsas şərhçi kimi olmuşam. Sadəcə fikirləşirdim ki, mən artıq analıq məzuniyyətindən də qayıdandan sonra fikirləşirdim ki, məncə qayıtmağın artıq vaxtıdır. Amma bunu demirdim, sadəcə özümdə fikirləşirdim. Birdən Rüstəm Əfsərli mənə dedi ki, şərh eləmək istəmirsən oyun. Dedim, əslində uzun müddət fikirləşirdim, sadəcə təklifin gəlməyini gözləyirdim. Və bəxtimdən, yanədən birinci hissədə bizdə səsdə problem oldu. Düzdür, onu çözdülər, amma ikinci hissədə də məsələn, mən gündüzü yaxşı eşidə bilmirdim. Bu da ilk təcrübəm idi. Mən məsələn razı qalmadım öz şərhimdən. Bugün Azərbaycanda bir xeyli insanları sadalaya bilərik ki, cəmiyyətin böyük bir hissəsi onları çox yaxşı şərhçi kimi qəbul edir. Qısa müddət mən CBC Sportda İtaliya futbolunun oyunlarını şərh eləmişəm və hesab eləmirəm ki, yaxşı şərhçi idim. Genoa Juventus oyununu şərh eləmişəm. Oyunun fasiləsində status yazıblar ki, bu Inter azarkeşini kim efirə buraxıb. Bu baxımdan çox maraqlıdır tamaşaçıların şərhə münasibəti və birmənalı deyil. Mən uzun müddətdir meydan kənarında oyundan öncə, oyundan sonra efirə çıxıram, canlı efirə. Həmişə fikirləşirdim. Ondan sonra onu da düşünürdüm ki, top mənə gəlib dəyməz. Amma elə oldu ki, alındı. Yəni bu belə bir şey başıma gəldi, belə bir hadisə. Facebook açandım. Gördüm ki, hamısı məni taq eləyib, yəni işarə eləyib. Onda başa düşdüm ki, nə qədər böyük ajotaj olub. Biz bugün təbii ki, dünya çempionu deyilik, Avropa çempionu deyilik. Nə qitə, nə dünya miqyaslı yarışların final mərhələsində çıxış eləmirik. Və bu baxımdan müəyyən tənqidlərin olmasını təbii də qəbul edirik. Futbolda çalışan insanı tənqid eləmək üçün və yaxud ona onun heysiyyətinə toxunmaq üçün ailə üzvləri ilə bağlı məqamları öz yazılarında qabartması da çox normal qəbul edir. Buna İlxan Məmmədov da çox normal qəbul edir. Mən də Afan Mətbuat Xidmətinin rəhbəri kimi başa düşürəm ki, nəticə yaxşı deyilsə, hansısa işdə axsama varsa, burada tənqid normaldır və mətbuat elə ondan ötürüdür ki, tənqid olsun və həmin işlə məşğul olan insanlar o iş prosesində həmin çatışmazlıqları ola bilər ki, görməsinlər və tənqid olanda heç olmasa bir dəfə də yaxşı işdən ötürü yanında azacıq da olsa tərif demirəm, heç olmasa obyektiv fikir olsun. Bu çatışmazlıq var bizdə təəssüf ki, belə şeyləri görəndə biraz ağır gəlir insana və bir də çox vacib bir məqam var ki, medianın münasibətində, təbii ki, hamıya aid deyil, bəzi mətbuat orqanlarının münasibətində məsələnin şəxsiləşdirilməməsi çox vacibdir.